Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala rasulihil emin. Ve ala alihi ve sahabetihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Amma ba'd. Deməli, imanı artıran və azaldan Səbəblər kitabının şərhi barədə 4-cü dərsə başlayırıq. Bundan əvvəl götürmüşdük ki, imanı artıran səbəblərdən biri, ən böyüklərindən biri faydalı elmlə məşğul olmaqdır. Faydalı elm öyrənməkdir. Və sonra burada Şeyx Hafizahullah qeyd etmişdir ki, faydalı elm vasitəsilə imanı artırmağın da öz yolları var. Və o yollardan birincisini qeyd etmişdir ki, bu Quranı oxumaq və onu tədəbbür etməkdir. Quranı oxumaq və onu tədəbbür etməkdir. İkincisi isə hansı ki bugün götürəcəyik, o da ma'rifətu əsma'illahil husna və sifatihil ulədir. O da uca Allahın gözəl adlarını və uca sifətlərini öyrənməkdir. Yəni deməli, imanı elm vasitəsilə artırma yollarından biri də uca Allahın gözəl adlarını və sifətlərini öyrənməkdir. Həqiqətən də insan Quran-ı Kərimdə və sünnədə keçən uca Allahın mütləq olaraq kamilliyinə dəlalət edən bu ad və sifətləri öyrənməklə birinci növbədə elmin ən yüksək qapılarından olan birini əldə etmiş olur. Yəni Allahı tanımaq, Allahı ad və sifətlərində təkləşdirmək elmin ən uca, ən böyük qapılarından sayılır. İkinci növbədə də bunun vasitəsilə qul üçün imanın artması hasil olur. Yəni bunun vasitəsilə qul öz imanını artırır. Həmçinin Allahın adlarının mənaları barədə düşünmək, bu barədə bəhs aparmaq, araşdırmalar aparmaq özü də ən fəzilətli elmlə məşğul olmaqdan sayılır ki, bunun da çoxlu faydaları var. Bu faydalardan birincisi odur ki, insan Allahın ad və sifətləri tövhidini öyrənərsə, ən şərəfli elmi öyrənmiş sayılır və mütləq olaraq ən böyük elmi öyrənmiş sayılır. Yəni bunu öyrənən qul sanki deyir, hədiyyələrin ən şərəflisini əldə etmiş olur. Çünki bunun nəticəsi olaraq da qulun imanı artır. Həmçinin bu elmi öyrənməyin faydalarından biri də odur ki, Allahı tanımaq, Allahın ad və sifətlərini öyrənmək insanı Allahı sevməyə, eyni zamanda ondan qorxmağa, ona ümid bəsləməyə və əməllərində, insan öz əməllərində ixlaslı olmağa sövq edir. Yəni Allahı tanımaq. Bu da deyir, dünya və axirətdə qulun deyir, səadətinin ta özüdür. Yəni əgər qul dünya və axirətdə səadət istəyirsə, o deyir, Allahın ad və sifətlərini öyrənməlidir, Allahı tanımalıdır. Sonra buyurur ki, وَلَا سَبِيلَ إِلَى مَعْرِفَةِ اللّٰهِ إِلَّا بِمَعْرِفَةِ أَسْمَائِهِ وَصِفَاتِهِ وَالتَّفَقُّهِ فِي فَهْمِ مَعَانِيهَا. Bunun yolu da, yəni Allahı tanımağın yolu da yalnız deyir, onun ad və sifətlərini öyrənmək və ad və sifətlərinin mənaları barədə düşünməyə çalışmaqla olur. Həmçinin faydalardan biri də odur ki, yəni Allahın ad və sifətlərini öyrənməkdə olan faydalardan biri də odur ki, bilir ki, uca Allah bizi özünü tanımağa və onun özünə ibadət etməyə yaradır. Yəni məxluqatın yaranma səbəbi Allahı ibadət etməkdir və eyni zamanda Allahı tanımaqdır. Belə olduğu təqdirdə də, yəni qul Allahı tanıyarsa və bu tanımaq da deyir onun
onun deyir ibadətə yönəldərsə, bu elə qul nə üçün yaranıbsa ona yönəlməsidir. Əslində belə olmalıdır. Amma deyir kim Allahı tanımağı tərk edərsə, yəni bu yolda çalışmazsa və Allahı tanımaq yolunu zay edərsə, qul artıq deyir yarandığı şeydən uzaqlaşmış olur. Yəni ibadət üçün yaranmışdır. Bunu etmədikdə ondan uzaqlaşmış sayılır. Və sonra buyurur ki: "Və qabihun bi'abdin lem tezel ni'amullahi aleyhi mutevatireten və fadluhu aleyhi azimen min kulli vecihin en yekune cahilen bi rabbihi mu'ridan an ma'rifetihi." O qul üçün deyir ayıb olsun ki, uca Allah deyir ardı arası kesilmədən ona nemətlər bəxş edir. Ona əzəmətli fəzilətlərini bəxş edir. Qul isə deyir Rəbbindən cahildir. Yəni bu nemətləri ona bəxş edən Rəbbindən cahil qalıb, hətta deyir onu öyrənmək üçün səy də göstərmir. Buna arxa çevirir. Həmçinin bu elmi öyrənməyin fəzilətlərindən biri də odur ki, faydalarından biri də odur ki, ümumiyyətlə bu özü, yəni Allahın ad və sifətlərini öyrənmək imanın rükunlarından sayılır. Nəinki rükunlarından sayılır deyir, hətta ən fəzilətli və ən əsil olan rükunlarından sayılır. Çünki deyir iman özü özlüyündə Allaha iman etdim deməklə kifayətlənmir. Məsələn, kim iman etmək istəyirsə, mən Allaha iman etdim, bununla kifayət deyildir. O deyir, iman etdiyi Rəbbini tanımalıdır. Və bu yolda deyir, bütün səylərini ortaya qoymalıdır ki, hətta deyir, o imanında yəqin olsun. Yəni, insan öz iman etdiyi varlığı necə tanımaya bilər? Yəni, əgər sən Allaha iman etmişəm deyirsənsə və Allahı ümumiyyətlə tanımırsansa, bu deyir, düzgün hesab olunmur. Və insan deyir, çalışmalıdır ki, öz Rəbbini tanısın, hətta deyir, onun imanı yəqinlik üzərində olsun. Çünki deyir, qulun imanının artması və imanının sabitliyi Rəbbini tanıdığı qədər olur. Nə qədər ki, deyir, insan Rəbbini tanımağı artırarsa, yəni Allahı tanımaq üçün onun adı və sifətlərini öyrənərsə, bu yolda çalışarsa, onun imanı da bir o qədər artar. Yox, deyir, insan bununla çalışmazsa, yəni bu elmdə naqis olduğu qədər onun imanı da naqis olar. Və əqrabu təriqin yusiluhu ilə zəlikə tədəbburu sifatihi və asmaihi subhanahu və teala. Deyir, buna aparan ən yaxın yol da, yəni Allahı tanımağın ən yaxın yolu da uca Allahın ad və sifətlərini, mənalarını tədəbbür etməklə olur. Həmçinin burada şeyx qeyd edir ki, əgər bir insan öz Rəbbini həqiqi şəkildə tanıyarsa, onun adlarını, əməllərini, feillərini bilərsə, həmçinin sifətlərini bilərsə, o bilər ki, deyir, uca Allahın əməlləri, feilləri daim adillik, fəzilət, hikmət arasında dövr edir. Yəni, Rəbbini yaxşı tanıyır. Və həmçinin bunu bilməklə, yəni Rəbbini tanımaqla şəriət əhkamlarından nəyi deyir bizim üçün təyin etdiyini də bu vasitə ilə bilə bilər. Çünki deyir Allahın xəbərləri hamısı haqdır, doğrudur, onun əmirləri və qadağaları adillik və hikmət üzərində bina edilmişdir. Həmçinin bu elmi öyrənməyin faydalarından biri də, hətta ən böyüklərindən biri də odur ki, insan Allahın ad və sifətlərini öyrənməklə bunun nəticəsi olaraq Allah qarşısında muti olur. Allah qarşısında həqiqi qul sifətini qazanmış olur. Çünki Allahın sifətlərini tədəbbür etmək, adlarını öyrənmək, tədəbbür etmək onda ibadətə hərislik yaradır. Hərislik yaradır və bununla da o Allah qarşısında muti durur. Onun qəlbi də, onun əzaları da Allaha itayətkar olur. Bunun açıqlamasını şeyx açıqlayaraq buyurur ki, Ennel abdə izə alimə bitəfərrudu Rabbi Teala bid-darr və nəf vəl-əta'i vəl-mən vəl-xalq vəl-rizq vəl-ihya vəl-imətə fə innə zəlikə yusmiru ləhu ubudiyyətə təvəkkül aleyhi bətinə. Açıqlayaraq buyurur ki,
Əgər deyir insan öz Rəbbinin, yalnız Rəbbinin xeyir və zərər verdiyini bilərsə, istədiyinə nemət verən, istədiyindən də o nemətin qarşısını alan olduğunu bilərsə, həmçinin Rəbbinin yaradan, ruzi verən, öldürən, dirildən olduğunu bilərsə, bu avtomatik olaraq deyir, onda təvəkkül ibadətini yaradar. Yəni onun qəlbində batini olaraq təvəkkül ibadəti yaranar və hətta insanlar da deyir, zahirdə həmin təvəkkülün əlamətlərini görərlər. Həmçinin buyurur ki, əgər insan öz Rəbbinin, Allahın eşidən və görən olduğunu bilərsə və Allahdan, səmalarda və yerdə olan heç bir şeyin Allahdan gizli qalmadığını bilərsə və həmçinin bilərsə ki, Allah bütün sirləri və bundan daha gizlin olan şeyləri də bilir. Uca Allah həmçinin qəlblərdə gizlənən şeyləri də, gözlərin deyir, xaincəsinə baxışlarını da bilir. Yəni bütün şeyləri bildiyini etiqad edərək insan yəni Allaha belə yanaşarsa, bu onda deyir, onun dilinin qorunmasına, onun əzalarının qorunmasına, yəni günahdan qorunmasına, hətta qəlbindən də Allahın xoşlamadığı şeyləri çıxarmasına səbəb olar. Və bütünlükdə deyir, onun bütün əzaları Allahın sevdiyi və razı qaldığı işlərlə məşğul olar. Həmçinin insan uca Allahın qani, varlı, səxavətli, rəhim və yaxşılıq edən olduğunu bilərsə və həmçinin Allahın bütün məxluqatına ehsan etdiyini, yaxşılıq etdiyini bilərsə, bu deyir, vacib edər ki, insanın qəlbində Allaha qarşı ümid yaransın. İnsanın ümidi artsın və bu ümid də öz növbəsində insan üçün zahiri və batini ibadətlərin müxtəlif növlərini doğurar. Əgər insan Allahın kamilliyini, onun gözəlliyini bilərsə, bu insanda Allaha qarşı xüsusi bir məhəbbət yaradar. Və insan uca Allahla qovuşmağa, yəni insanın qəlbində uca Allahla qovuşmağa güclü bir şövq, istək yaradar. Bu da öz növbəsində insanın müxtəlif ibadətlər etməsinə səbəb olar. Sonra buyurur ki, bununla da biz bilirik ki, bütün ibadətlərin əsli uca Allahın ad və sifətlərinin tələb etdiyi nəticəyə qayıdır. Uca Allahın ad və sifətlərinin tələb etdiyi nəticəyə qayıdır. Bu da nə deməkdir? Yəni, əgər sən Allahı həqiqi şəkildə tanıyarsansa, məsələn, sən bilərsənsə ki, ruzi verən yalnız Allahdır. Bütün məxluqatının ruzisini verən də, istədikdə ruzisini daraldan da Allahdır. Bu səndə deyir, birbaşa təvəkkül yaradar. Açıq aydın təvəkkül yaradar ki, sən istədikdə Allahdan istəyərsən. Və həmçinin bütün ad və sifətlər də belədir. Hər bir sifətin özünə məxsus qulluğu vardır. Yəni, əgər sən Allahın eşidən olduğunu həqiqi şəkildə bilərsənsə, sən bu zaman danışdığın sözlərə diqqət edərsən. Məsələn, günah sözlər danışmazsan, bundan uzaq durarsan. Və şeyxin burada qeyd etməsi də, yəni bütün ibadətlər uca Allahın ad və sifətlərinin tələb etdiyi nəticələrə qayıdır, sözünün də mənası budur. Qul həqiqətən də, sonra buyurur ki, qul həqiqi şəkildə Rəbbini tanıyarsa və bu yolda salih sələflərin mənhəcinə uyğun olaraq Allahın ad və sifətlərini başa düşərsə, batil əhlinin uydurduğu, yəni Allahın ad və sifətləri barəsində uydurduğu yollardan uzaq durarsa, artıq o deyir, imanı artıran ən böyük səbəblərdən birinə müvəffəq olmuş sayılır. Artıq o imanı artıran səbəblərin ən böyüyünə müvəffəq olmuş sayılır. Burada şeyx qeyd edir ki, bidət əhlinin, batil əhlinin Allahı tanımaq barədə uydurduğu yollardan uzaq olarsa. Bu yollar hansıdır? Bilirik ki, bidət əhli, kəlam əhli Allahın ad və sifətlərini təhrif edirlər. Allahın ad və sifətlərini bəziləri inkar edirlər, bəziləri keyfiyyət verirlər, bəziləri məxluqata bənzədirlər
Yəni bunu qeyd etməkdə məqsədi odur ki, bütün kəlam əhlinin uydurduğu bu batil qaydalardan çıxaraq insan Quran və sünnədə uca Allah özünü necə tanıdıbsa, elə iman edərsə və buna uyğun əməl edərsə, artıq deyir o imanın artırılması üçün olan səbəblərin ən böyüyündən yapışmış olar. Həmçinin Allahın adı və sifətlərini öyrənməyin, onları saymağın fəzilətinə dəlalət edən məsələlərdən biri də odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm öz səhih hədisində qeyd etmişdir ki, həqiqətən də Allahın 99 adı vardır. Kim bu adları sayarsa cənnətə daxil olar. Yəni fəzilətlərdən biri də odur ki, kim uca Allahın adlarını sayarsa, o cənnətə daxil olar. Hafiz İbn Həcər rahimehullah deyir ki: "Və leysəl muradu bil ihsaya addiha faqat." Allahın adlarını deyir hədisdə keçən saymaq sözü deyəndə deyir Allahın adlarını saymaqda istək, heç də sadəcə 1 2 3 kimi saymaqdan söhbət getmir. Əgər belə olsaydı deyir, kafir, facir bir insan da durub bu adları saya bilərdi. Burada məqsəd ona əməl etməkdir. Yəni Allahın adlarının tələb etdiyi mənalara əməl etməkdir. Labüddür ki, deyir, Allahın ad və sifətlərini biləsən. Onların dəlalət etdiyi mənaları biləsən ki, hətta ondan tam şəkildə istifadə edə biləsən. Həmçinin Əbu Ömər Talmənki rahimehullah da deyir ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin Allahın adlarını əzbərləyən, Allahın adlarını sayan kəslər barəsində dediyi fəzilət yalnız Allahın adlarını öyrənən və yəni Quran və sünnənin dəlalət etdiyi kimi öyrənən o həqiqətləri bilən kəslərə aiddir. Yoxsa hər bir sayan kəsə aid deyil. وَمَنْ لَمْ يَعْلَمْ ذَلِكَ لَمْ يَكُنْ عَالِمًا لِمَعَانِ الْأَسْمَاءِ وَلَا مُسْتَفِيدًا بِذِكْرِهَا مَا تَدُلُّ عَلَيْهِ مِنَ الْمَعَانِ. Buyurur ki, kim bunu bilməzsə, yəni Allahın ad və sifətlərinin mənasını bilməzsə, bu barədə bəhs etməzsə, araşdırmazsa, öyrənməyə çalışmazsa, o deyir Allahın ad və sifətlərinin mənasını bilmiş olmaz və beləcə də onları zikr etməklə də bir fayda əldə etmiş olmaz. Sonra burada İbn Qayyim rahimehallahın gözəl sözü var, hansı ki bayaqki hədisi açıqlayır. O buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin İnna lillahi 99 ismən 100 illə vahidə mən əhsaha daxaləl cənnə hədisi. Yəni Allahın 99 ismi var, kim onları sayarsa cənnətə daxil olar hədisi 3 mərtəbədən ibarətdir. Və sonra bu mərtəbələri açıqlayaraq buyurur ki, birinci mərtəbə odur ki, sən onun sadəcə sayasan. Sadəcə sayasan. Məsələn, 1. Əs-Səmi', Allahın Səmi' adı var, eşidən. 2. Görən, belə sayasan. Birinci mərtəbə budur. İkinci mərtəbə odur ki, sən onların mənalarını, yəni bu adların mənalarını və dəlalət etdiyi şeyləri biləsən. Misal üçün, Əs-Səmi' adını saydınsa, Səmi' adının mənası odur ki, uca Allah hər bir şeyi eşidir. Uca Allah ən uca səsləri də, ən kiçik səsləri də, məxluqatın dillərinin müxtəlifliyinə baxmayaraq hər kəsi eyni zamanda başa düşə bilir. Yəni bu şeyləri dərk etməlisən, mənasını bilməlisən. Üçüncü mərtəbə də odur ki, duaullahi bihə, Allaha bu adlarla dua edəsən. Və hədə şamilun li duail ibadət və duail məsələ. İbn Qayyim rahimehullah buyurur ki, bu dua da həm ibadət, həm də məsələ, istək duasını özündə şamil edir, daşıyır. Yəni ibadət duası dedikdə uca Allahın eşidən sifəti ilə, eşidən adı ilə necə ibadət edə bilərsən? Belə ibadət edirsən ki, əgər sən bildinsə ki, uca Allah həqiqətən səni eşidir, danışdığın sözlərə fikir verəcəksən. Ağzından çıxan kəlmələrə fikir verəcəksən. Hətta qeybət etdikdə belə düşünəcəksən ki, uca Allah eşidəndir. Yəni məni eşidir, məni görür və beləcə ibadət edəcəksən. Həmçinin də istək duasında da uca Allahın ad və sifətlərindən, adlarından istifadə edəcəksən. Bu da necə olur? Məsələn, dua edəndə deyirsən ki, ey Rahim məni bağışla, ey Rəhmən məni bağışla. Yəni istək duasında da uca Allahın
adlarından istifadə edəcəksən. Həmçinin böyük alimlərdən olan Əş-Şeyx İbn Sə'd rahimehullah hədisdə keçən kim Allahın adlarını sayarkən sözünü şərh edərkən buyurur ki, yəni kim Allahın adlarını əzbərləyərsə, sonra bu adların mənalarını başa düşməyə çalışarsa və buna etiqad edərsə və uca Allaha bu adlar vasitəsilə, yəni bu adlarla ibadət edərsə, artıq o cənnətə daxil olar və cənnətə də yalnız möminlər daxil olur. Sonra şeyx burada bir ayə getirir və buyurur ki, Qalə Teala innəmə yaxşallaha min ibadihil uləmə. Həqiqətən Allahdan alim qulları qorxar. Və İbn Cərir Ət-Təbəri rahimehullah bu ayənin təfsirində buyurur ki, yəni o kəslər ki, Allaha itayət edərək onun qəzəbindən, onun cəzalandırmasından qorxarlar. Yəni Allahın qüdrətini, hər bir şeyə qadir olduğunu bilərək qorxarlar. Yəni Allahı həqiqi şəkildə tanıyan kəslər Allahdan qorxarlar. Çünki deyir Allahı tanımaq, Allahı bilmək, onun adı və sifətlərini öyrənmək səndə yəqinlik halı yaradır ki, əgər sən deyir Allaha aşiq olsan, bil ki, uca Allah sənə cəza verəcək. Yəni sən Allahı tanıdıqda sən bilirsən ki və qorxursan ki, əgər mən Allaha aşiq olsam, o mənə cəza verə bilər. Həmçə İbn Kəsir rahimehullah bu ayənin təfsirində deyir ki, yəni alimlər dedikdə əl-arifunə bihi, yəni uca Allahı tanıyan kəslər nəzərdə tutulur. Çünki deyir kim uca Allahı, əzəmətli və hər şeyi bilən Allahı, Allahın kamil sifətləri ilə, gözəl adları ilə tanıyarsa, bu deyir onda deyir xaşyəni, yəni Allahdan qorxunu kamilləşdirər və çoxaldar. Sələflərdən biri, Allah ona rəhm etsin, bütün bu bizim danışdığımız sözləri bir ibarədə, bir söz ilə cəm edərək buyurmuşdur ki, mən kənə billahi a'raf, kənə minhu əxvaf. Kim Allahı daha çox, daha yaxşı tanıyarsa, o da Allahdan daha çox qorxar. Sonra burada İbn Qayyim rahimehullah bu barədə gözəl bir məsələyə toxunur və buyurur ki, وَلَيْسَتْ حَاجَةُ الْأَرْوَاحِ قَطُّ إِلَى شَيْءٍ أَعْزَمَ مِنْهَا إِلَى مَعْرِفَةِ بَارِيهَا وَفَاطِرِهَا. Deyir, ruhların onları yaradan, onları yoxdan yaradan Rəblərini tanımaq, Rəblərini sevmək, onu zikr etmək, onunla sevinç tapmaq və ona yaxınlaşdıran əməllər etməkdən və ona yaxın olan kəslərdən olmağa çalışmaqdan başqa bir ehtiyacı, yəni bundan daha böyük bir ehtiyacı yoxdur insanların, qulların. Və la səbilə ilə zəlikə illə bi ma'rifəti əvsafihi və əsmaihi. Bunun da yalnız bir yolu vardır. O da uca Allahın adlarını və sifətlərini öyrənməklə olur. Kimin deyir Allah barədə məlumatı olarsa, elmi olarsa, şək yoxdur ki, o da Allahı daha yaxşı tanıyar. Və belə olduqda da o Allahın itaətinə qarşı daha tələbkar olar, itaətinə daha çox yönələr və Allaha daha çox çalışmağa, Allaha daha çox yaxınlaşmağa çalışar. Həmçinin də kim Allahı öyrənməyi inkar edərsə, yəni Allahın adı və sifətlərini öyrənməzsə, bundan imtina edərsə, o deyir, öz Rəbbinə qarşı ən cahil kəslərdən olar. O Allaha ibadət ona ağır gələr, o bundan ikrah edər və beləcə o Allahdan uzaq düşmüş sayılar. Allahdan uzaq düşmüş sayılar. Şək yoxdur ki, bu bizim özümüzdə də şahid olunur. Məsələn, insan nə vaxt ki Allahdan uzaq düşür, yəni Allaha qarşı özünü cahilcəsinə aparır, onun adı və sifətlərini öyrənməkdən imtina edir və yaxud öyrənmir, buna çalışmır, o özündə hiss edir ki, ibadətlər ona ağır gəlir. Yəni, durub namaz qılmaq istəmir və yaxud oruç tutmaq istəmir. Bu ibadətlər ona ağır gəlir. Çünki, necə ki, burada İbn Qayyim rahimehullah qeyd edir, sən Allahı tanıdıqda, Allahın sifətlərini, adlarını bildikdə,
onun sənə qarşı nə qədər mərhəmətli, nə qədər rəhimli olduğunu görürsən. Allahı sevirsən, Allahla sevinç duyursan, onu xatırlamaqdan zövq alırsan. Yox, bunun tam əksi olarsa, yəni sən bundan ikrah edərsənsə, yəni Allahın ad və sifətlərini öyrənməyə çalışmazsansa, şək yoxdur ki, Allahdan uzaqlaşarsan. Bu da öz növbəsində ibadətlərdə özünü göstərmiş olar. Sonra İbn-i Qayyim rahimehullah burada gözəl bir kəlmə deyir və buyurur ki, "Vallahu yunzilul abde min nefsihi haysu yunziluhul abdu min nefsihi." Deyir, uca Allah öz qulunu, insanı, o insan Allahı özündə, yəni qəlbində hansı dərəcəyə qoyubsa, Allah da onu o dərəcəyə qoyur. Bu əzəmətli bir sözdür. Mənası da ondan ibarətdir ki, yəni sənin Allahla müamilən necədirsə, Allahın əmrlərinə, qadağalarına qarşı özünü necə hiss edirsənsə, necə davranırsansa, bil ki, uca Allah qatında da sənin dərəcən odur. Yəni sən əgər ibadətləri, misal üçün namazı götürək, qəza edirsənsə, qılmaq istəmirsənsə və yaxud sünnələri qılmaq sənə ağır gəlirsə, yerinə yetirmirsənsə, fikirləş ki, Allahın qatında da sənin mənzilən o yerdədir. Yəni sənin dərəcən o yerdədir. Bununla kifayətlənirik. Uca Allah bizi eşidib faydalananlardan etsin. Sabah da elə bu kitabın şərhinə davam edəcəyik. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə ent. Əstəğfiruka və ətubu ileyk. Allahu Teala a'la və aləm. Və sallallahu ala nebiyyina və səlləm.